Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Kərbəlanın səsi Hüseyin məktəbindən qeyb nuruna doğru verilişində hər birinizi xoş gördük. Bizim bu verilişimiz silsiləvarı olaraq artıq yetişdi 5-ci hissəyə. Bugünkü verilişin adını belə qoyardım: Yol hadisələri və imtahanlar. Əgər yadınızda olsa, biz keçən verilişdə İmam Hüseyin əleyhissalamın Məkkə şəhərində olanda və Məkkə şəhərinin hərəkət eləmək barəsində bəhs elədik və istəyirik bu bölümdə İmam Hüseynin Məkkədən Kərbəlaya doğru səfərinin ən mühüm və ən həssas mərhələlərindən danışaq. Həqiqətdə bugünkü proqramımızın mövzusu yol hadisələri və imtahanlar. Kərbəla yalnız bir döyüş deyildi. Kərbəla insan ruhunun imtihanı idi. Bu yol imanla qorxunun, sədaqətlə dünyanın, həqiqətlə mənfəətin qarşılaşdığı bir yol idi. Biz bu proqramda araşdıracağımız əsas mövzular bunlardan ibarətdir. Zubalə dayanacağı, Müslim ibn Əqilin şəhadəti və şəhadət xəbərinin imama çatması, İmam Hüseyin əleyhissalam karvanının sarsılması, Hürr ibn Yazidlə İmam Hüseyin əleyhissalamın karvanının qarşılaşması, İmam Hüseyin əleyhissalamın məşhur bəyanı, məşhur cümləsi "Ən-nasu əbidud-dünya". Yol boyu həqiqətdə ilahi imtahanlarla dolu idi. Və biz bu verilişimizdə keçən verilişlərdə olduğu kimi həm şiə qaynaqlarından, həm də sünni qaynaqlarından bəhrələnəcəyik. Yəni bu deyilənlər elə bəhslərdir ki, həm sünni alimlərinin yazdığı tarixlərdə qeyd olunub, həm də şiə alimlərinin yazdığı kitablarda. Məxsusən mən adətən Baharul Ənvar kitabından və həmçinin Şeyx Mufidin Əl-İrşad kitabından çoxlu istifadə edirəm. Amma qədim qaynaqlardan olan həm sünni, həm şiə qaynaqları kimi qəbul olunur. Yəni, həm sünni, həm şiə alimlər tərəfindən qəbul olunur. Əbu Müxnəfin məqtəlindən çoxlu istifadə edirəm. İmam Hüseyin əleyhissalam Məkkəni tərk eləyərkən artıq təhlükənin böyüklüyünü bilirdi ki, bu təhlükə həddindən artıq böyükdür. Yezid hakimiyyəti onu susturmaq üçün əlindən gələni edirdi. İstəyirdi ki, İmam Hüseyin əleyhissalam sustursun. Hal-hazırda artıq Məkkədə qalmaq imam üçün həqiqətən təhlükə idi. Çünki düşmən hətta Kəbə hərəminin hörmətini belə pozmağa hazır idi. İmam çıxış zamanı, yəni Məkkədən çıxan zaman Qur'anın bu ayəsini oxuyur. فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِ مِنَ الْقَوْمِ الظَّالِمِينَ. O, qorxu içində və ehtiyat edərək oradan çıxdı və dedi: "Ey Rəbbim, məni zalim qövmin əlindən qurtar." Qəsəs surəsinin 21-ci ayəsidir. Həmin ayədir ki, Musa əleyhissalam Fironu tərk edib gedəndə bunu oxumuşdu. Bu ayə həqiqətdə Musa peyğəmbərin əleyhissalam Misirdən çıxışına aid olan bir ayədir. İmam Hüseyin əleyhissalam bununla nəyə demək istəyir, nəyə çatdırır? İmam Hüseyin əleyhissalam bununla göstərdi ki, haqq yolu həmişə zalim hakimiyyətlə qarşılaşır. İmamın karvanında olan müxtəlif insanlar var idi. İlk öncə ilə onun ailəsi idi, uşaqları idi. Qadınlar da var idi, uşaqlar da var idi. Səhabələr də var idi, qardaşları var idi. Bəni Haşim gəncləri var idi. Bunlar hamısı İmam Hüseyin əleyhissalamın karvanını təşkil edirdi, amma bir sıra səhabələr də var idi. Bu karvan həqiqətdə zahirdə kiçik görünürdü, amma tarix boyu insanlığı oyadacaq bir karvan idi. Zahirdə kiçik, amma tarixə iz buraxan bir karvan oldu. İmam Hüseyin əleyhissalam ki, Məkkədən hərəkət edir artıq Kufəyə tərəf, yol boyu xəbərlər və dəyişən insanlar olur. İmam Hüseyin əleyhissalam Kufəyə doğru hərəkət edəndə müxtəlif qəbilələrlə rastlaşırdı. Bəziləri imamı dəstəkləyirdi, bəziləri var idi qorxurdu, bəziləri isə vəziyyəti
elə uzaqdan uzağa izləyirdi. İmam Hüseyin əleyhissalamın həqiqətdə İmam Hüseyin əleyhissalam bu səfəri insanları tanıdan səfəri idi. Çünki hadisələr yaxınlaşdıqca insanların həqiqi siması artıq ortaya çıxırdı. Allah Teala Quran-ı Kərimdə belə buyurur: "Əhəsibən nas en yutraku en yaqulu amennə və hum la yuftanun." İnsanlar elə güman edirlər ki, yalnız iman gətirdik deməklə buraxılacaqlar və onlar imtahan olunmayacaqlar. Hər bir zamanda insanlar müxtəlif yollarla imtahan olunur. Bu da Quran şərdə Ənkəbut surəsi 2-ci ayəsidir. Kərbəla yolu həqiqətdə bu yolu, yəni Kərbəlanın bu yolu məhz bu imtahan idi. Bəzi insanlar əvvəldə imamla gəldilər və gəlirdilər yolu boyu. Amma təhlükə yaxınlaşdıqca sanki ayılırdılar. Çünki haqqı sevmək həqiqətdə başqa bir şeydir. Haqq uğrunda can vermək başqa bir məsələ. Onlar haqqı sevirdilər, İmam Hüseyin əleyhissalam ətrafında olanların bir çoxu. Amma can verməyə gələndə artıq bir çoxları İmam Hüseyin əleyhissalamı tərk edib getdilər. İmam Hüseyin əleyhissalam o dayanacaqlardan biri Kufə yolunda Zubalə dayanacağına yetişdi. Karvan həqiqətdə yoluna davam edərkən bu məntəqəyə gəlib çatanda burada çox ağır bir xəbər gəldi. Muslim ibn Əqilin, həmçinin Hani ibn Ürvənin və Abdullah ibn Yaqturun şəhadət xəbəri imama çatdırdılar. Tarixçilər belə yazırlar ki, bu xəbər karvana böyük sarsıntı verdi. Narahat edici bir xəbər idi. Əbu Məxnəv yazır ki, Fəstərcəəl Hüseyn və dəmət əynahu. İmam Hüseyin əleyhissalam inna lillah və inna ileyhi raciun kəlməsini dedi və gözləri yaşardı, gözləri doldu. Və buyurdu ki, rəhməllahu müslimən, Allah müslimə rəhmət eləsin. Artıq bu an hər şey dəyişmişdi. Çünki artıq Kufənin dəstəyi zahirdə aradan getmişdi. Yəni zahirdə onlar İmam Hüseyin əleyhissalam dəvət eləsələr də, bu xəbərdən artıq İmam əleyhissalam oranın vəziyyətini bildi. Qarşıdakı yol artıq əmin oldular ki, şəhadət yoludur. Artıq Kufədən heç bir dəstək yoxdur. Yol boyu görürük ki, insanların bəziləri, məxsusən bu kimi xəbərlərdən sonra imamı tərk edirlər. O Zubalə dayanacağında İmam Hüseyin əleyhissalamın karvanındakı bəzi insanlar ki, orada var idi. İmam Hüseyin əleyhissalam topladı onları. İmam Hüseyin əleyhissalam həqiqətdə gizlətmirdi. Həqiqəti gizlətmədən buyurdu ki, Kufə dəyişib ha, Müslim şəhid olub və qarşıda böyük bir təhlükə var. Canlarınız xətərdədir. Sonra İmam əleyhissalam buyurdu ki, kim istəsə gedə bilər, dönə bilər. Tarixçilər hamısı yazırlar ki, bir çox insanlar İmam Hüseyin əleyhissalamın karvanını tərk elədilər və İmam Hüseyin əleyhissalamdan ayrıldılar. Çünki onlarda o ayrılanlar qələbə ümidi ilə gəlmişdilər. Şəhadət xəbəri həqiqətdə onları sarsıtdı. Şəhadət xəbəri ilə deyil. Bu hadisə Kərbəlanın ən böyük dərslərindən biridir. İnsan çox zaman, rahatlıq olduğu zaman yaxınlaşır dinə, imana. Təhlükə gəldikcə isə uzaqlaşır. Allah Teala Quran-ı Kərimdə nə buyurur ki, və minəl mu'mininə ricalun sadaqu ma ahadullah əleyh. Möminlər içində elə kişilər də vardır ki, Allahla etdikləri əhdə sadiq qaldılar. Əhzab surəsinin 23-cü ayəsidir. Kərbəla həmin sadiqlərə tərəddüd edənləri ayırdı. Orada ancaq sadiqlər qaldı. O kəslər qaldı ki, İmam Hüseyin əleyhissalam onların barəsində buyurdu ki, mən öz səhabələrim kimi səhabə tanımıram. Nəhayət, artıq Kufəyə yaxınlaşanda İmam Hüseyin əleyhissalam Hürr ibn Yazid Riyahi ilə qarşılaşır. Kərbəla səfərinin ən mühüm hadisələrindən demək olar ki, elə biri də budur. Hürr ibn Yazid Riyahi İmam Hüseyin əleyhissalamın qarşısını kəsir. Hürr Yazid ordusunun demək olar ki, komandirlərindən biri idi. O 1000 nəfərlik, tarixçilər yazır ki, 1000 nəfərlik dəstə ilə imamın qarşısını kəsmək üçün göndərilmişdi İbn Ziyad tərəfindən. Tarixdə qeyd olunur ki, hava həddindən artıq çox isti idi. Hürrün ordusu
susuz qalmışdı. Burada İmam Hüseynin əxlaqi bir gözəl əxlaqlarından biri ortaya çıxır. İmam Hüseyin əleyhissalam öz səhabələrinə üst tutaraq buyurur ki, onlara su verin. Hətta düşmənin qeyd edirlər ki, atlarına belə su verildi. Bu səhnə Əhl-i Beyt məktəbinin insanlıq məktəbi olduğunu bizə göstərmir. İmam Hüseyin əleyhissalam o düşmən ki, onu qarşılayıb müqabilində dayanıb, həm özlərinə, həm atlarına su verir. İmam düşmənə belə zülm etmədi. Onları susuz qoymadı. Hətta onların heyvanlarına belə su verdi. Burada İmam Hüseyin əleyhissalamın bir çıxışı var. Hürr ibn Yazid Riyahinin qoşunun qarşısında. Namaz vaxtı deyirlər çatanda İmam Hüseyin əleyhissalam namaz qıldırdı hamıya. Hətta Hürr ibn Yazid Riyahi da iqtida elədi. Sonra insanlara xütbə oxudu və İmam Hüseyin əleyhissalam buyurdu: "Əyyuhən-nas, inna Rasulullah qal, men ra'a sultanan caira." Bu hədisin davamı da vardı. Mənası bundan ibarətdir ki, ey insanlar, Allahın Rəsulü belə buyurur ki, kim zalim hakimi görərsə və onun müqabilində dayanmazsa, Allahın lənəti onu olsun və müxtəlif cürə nəql olunub. İmam daha sonra buyurdu ki, Yezidin hakimiyyəti Allahın haramını halal edir. Yəni zalim hakim budur. Sünnəni dəyişdirir, zülm yayır, zülm edir. Sonra belə buyurdu. İmam Hüseyin əleyhissalam sözünə belə davam elədi. Ey küfəlilər, məni siz çağırmısınız. Əgər istəmirsinizsə, geri dönərəm. Amma Hürr ibn Yazid Riyahi dedi ki, mənə əmr olunub ki, sizi Küfəyə aparım. Beləcə, karvan artıq nə Mədinəyə, nə də Küfəyə sərbəst gedə bilmirdi. Tarix artıq başqa istiqamətə dönürdü və dönməkdə idi. Artıq İmam Hüseyin əleyhissalam nə Mədinəyə dönə bilərdi, nə də ki, Küfəyə, necə deyərlər, sərbəst daxil ola bilərdi. İmam Hüseyin əleyhissalamın burada tarixi bir cümləsi var, bəyanı vardı. Demək olar ki, o yol hadisələrin ən mühüm nöqtələrindən biri İmam Hüseyin əleyhissalamın məşhur bu kəlamıdır. İmam Hüseyin əleyhissalam buyurur ki, "Ən-nasu əbidud dunya və din la'iqun əla əlsinətihim. Yəhutunəhu ma dərrəd məayişuhum. Fə izə muhizu bil bəla qəllət dəyyanu." İnşallah ki, İmam Hüseyin əleyhissalam buyurduğu bu kəlam bizim halımıza şamil olmasın. Bu ki, insanlar dünya qullarıdır. Din isə dillərində dolaşan bir şeydir. Yaşayışları təmin olunduğu müddətcə dinin ətrafında dolaşırlar. Lakin bəla və imtihan gəldikcə həqiqi dindarlar azalar. Bu İmam Hüseyin əleyhissalamın cümləsidir. Bu söz Kərbəlanın həqiqətdə fəlsəfəsini açıqlayır. İnsan belə bir zamanda bilinər ki, həqiqətən dindardır yoxsa yox. İnsan rahatlıqda özünü mömin hesab edə bilər, təqvalı hesab edə bilər, dindar hesab edə bilər. Amma imtihan zamanı həqiqi mövqeyi ortaya çıxır. İnsanın həqiqi iman sahibi belə yerdədir. Küfə xalqı, təəssüflər olsun, Küfə xalqı belə oldu. Onlar məktub yazdılar. Amma təhlükə gələndə geri çəkildilər. İmam Hüseyin əleyhissalamı tək qoydular. Bu ki, demək olar ki, hər birimizə məlumdur. Bu ki, deyirlər, biz Küfə əhli deyilik, əlini tək qoyaq. Həqiqətən həm əlini tək qoydular, həm İmam Hüseyin əleyhissalamı tək qoydular. Amma Hürrün daxilində bir sarsıntı var idi. Baxmayaraq ki, o komandir idi, lakin o İmam Hüseynin əxlaqını, mərhəmətini, o buyurduğu sözlərinin haqq olduğunu görəndə içərisində bir sarsıntı və narahatçılıq var idi. Tarixçilər yazır ki, Hürr daxilən həqiqətən çox sarsılmışdı. O bilirdi qarşısında duran adi bir şəxs deyil. Bir tərəfdə hakimiyyət var idi, Yezid ibn Ziyad, amma digər tərəfdə Peyğəmbərin nəvəsi. Bu qarşılaşma gələcək tövbənin Hürr üçün başlanğıcı idi. Çünki Hürr sonradan Aşura günü haqq yolunu seçəcəkdi. Elə İmam Hüseyin əleyhissalamın əxlaqı, İmam Hüseyin əleyhissalamın kəlamları, İmam Hüseyin əleyhissalamın onunla olan rəftarı Hürr ibn Yazid Riyahini düşünməyə vadar elədi. Bu ilahi imtihanın həqiqətdə mahiyyətini göstərir.
Əziz tamaşaçılar, diqqət eləyək. Kərbəla yolu təkcə ilə tarixi bir hadisə deyil. Bu yol hər dövrdə davam edən imtahandır. İnsan haqqı tanıyanda, zülmü görəndə, yəni hər bir insan haqqı tanıyır və zülmü də görür. Burada seçim qarşısında olur. Belə bir seçim qarşısında olanda insan gərək özünü Kərbəlada görsün. Allah Teala Quran-ı Kerimdə buyurur ki: "Və lənəbluvennekum bi şey'in minel xawfi vel-cu'." Biz sizi müxtəlif şeylərdən imtahan eləyəcəyik. Haqqı görürsən, zülmün də nə olmağını görürsən, sən seçim qarşısında olursan. Özü Kərbəlada hiss elə. İmam Hüseyn əleyhissalam haqq, zülm Yezid. Bu Kərbəlada necə deyirlər, Kufəlilər də buna əməl eləyə bilmədilər. Seçim qarşısında qalanda düzgün mövqe tuta bilmədilər və tutmadılar. Hər halda biz bu verilişimizdə demək olar ki, yolda baş verən bir sıra hadisələri qeyd elədik. Zübalə məntəqəsində dayanacağından sonra artıq yolun sonu görünürdü. Müslim şəhid olmuşdu. Kufə artıq demək olar ki, susmuşdu. Yezid ordusu Hürr ibn Yezid riyahinin vasitəsilə yolu bağlamışdı. Amma İmam Hüseyn əleyhissalam geri çəkilmədi. Çünki onun məqsədi hakimiyyət deyildi. Bəlkə haqqı diriltmək idi. Bizə ayrılan vaxt tamam oldu. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.